Salam aleykum, hamını yeni videodan salamlayıram. Bu günləri videonun da adından gördüğünüz kimi taksi vlog olacaq, amma taksi vlogun içərisində də biraz turizmin qatkısı olacaq. Bu da nədir? İndi hal-hazırda aeroporta gedirik. Aeroportdan bir dostumuzun qonağı gəlir, onu qarşılayırıq, düşürürük otelə və ondan sonra da yenə də saat 4-də iki turisti götürüb aparacaq restorana və qaytaracaq təzədən otelə və yaxud da digər bir yerə də, yəni hara düşmək istə sonra. Belə videomuza başlayırıq bismillahla. Demək, burada biraz gec də olsa tripimi yeniləyirəm ki, sonda bilək neçə kilometr sürdük və yanacaq sərfiyyatımıza baxaq buradan. Təxminən 2 dəqiq olsun. 706.7'dir. Hal-hazırda elektriklə gedirik. 79% şarjımız qalıb. Belə üzü aeroport istiqamətinə gedirik. 37 kilometrdir. Təkərin daçıqı yanır. Bu haqda məlumat verəcəm. Başıma belə bir qəribə hadisə gəlib bundan bağlı. Düzdür, aşkar eləmişəm nəyə görə də. İndi onu da sizə açıqlayacağım. Bu günlər həm də vaxtımız olsa çalışacağım ki, yağ dəyişməyə gedim. Yenə də baxarıq, görək alındıra bilsək. O da ayrıca vlog olacaq. Maşın haqqında. Bu arada maşınım 50.000 kilometr olub artıq. Bilmirəm indi birinci hansı video çıxacaq. O video yoxsa taksi vlogu. Çünki eyni vaxtda təxminən olaraq çəkəcəm. Bu günləri çəkməliyəm. Belə biraz fasilə vermişdim deyə kanalda aktivlik ölüb. Zəhmət olmasa videonun əvvəlindən videonu elə bəyənin, izləmədə qalın. Bu günləri elədiyimiz gediş saylarını göstərəcəyik. Taksidə vəziyyət, durum aşağı yuxarı necədir, onu analiz eləyərik birlikdə və sonda da yekun qazancımızı inşallah sizə açıqlayacağım və turizm barədə də biraz məlumat verərəm. İndi bu aeroporta tələsirəm, reis düşüb. Yoxsa şarja görə çox da sürətlə sürmürəm ki, tez bazar qutarır, adamın xaifi gəlir onu boşa verməyə. Demək, gətirdik, qonağı düşürdük içəri şəhərdə. İndi açmışam bir 6-7 dəqiqə olar. Açmışam, hələ ki bir sifariş yoxdur. Sifariş olana da oxşamır. Zəifçilikdir. Yəni bu 1.1 əmsalının olması olmamaq kimi bir şeydir. Ekstra klub hardandır, düzdən. İş zəifliyib. İndi yenə də gün ərzində baxarıq, görək nə göstərir, amma böyük ehtimal ki iş biraz zəifləyəcək. Sifarişimizi icra eləyək. Biraz taksi haqqında da danışarıq inşallah. Gəldik ekstra kluba, amma arxa girişdən. Qiymət 4.40 idi. İşte sağ olsun. 5 manat ödənişdədir. Maşınların haqqına girməyim. O yiyələrinin haqqına girmək olar. Maşınların haqqına girməyim. Orada bəzi maşınlar böyük ehtimal ki elə gecədən qalıb, necə ki indi düşürdüyüm müştəri gecə maşını qalıb burada, özü gedib qədim peşə sahibi idi. Nəsə, lənət şeytana, gedək. Sonra qaldıqca qalır, biraz da açığı ötürmüşəm yağın vaxtından. Hər ehtimala istiqamət də vuraq bu günə. 3 dənə, yox 4 dənə. Şansımız var. Demək, istiqaməti seçdik. Avtoprojekt servis. Gedək maşının yağını dəyişək. Həm də ümumi olaraq da maşın haqqında da
Hemen videoda məlumat verəcəm. Maşınım 52.000 probegdədir artıq. 52.120 probegdədir. O haqda da bir videomuz olacaq. Maşını lazımi prosedurlardan keçirəcəyik. Və yenə də işimizə davam edəcəyik. Görə günləri iş olacaqmı yoxsa yox, amma işin göründüyü tərəfi ürək açıcı deyil. Yəni 1.1 əmsal bu deməkdir ki, yəni taksidə iş zəifçiliyidir. Bir də bu arada bunu dünəndən görmüşdüm, yadımdan çıxdı videoda demək. Demək bu günləri kampaniya gəlib mənə. Ola bilər bəzi sürücülərə gəlib, bəzilərinə gəlməyib. Yəni kim ki işləyir və taksi olaraq izləyir bu vlogu. Bu hamıda olmaya bilər. Çünki mən az işləyirəm deyə. Ona görə mənə belə kampaniyalarla taksiyə geriyə qaytarmaq istəyir. Bonusumuz da saat 21:59-a kimidir. 12 gediş et, 14 manat qazan. Çalışaraq ki, inşallah bunu yerinə yetirək və yeganə tələblərə 70% tamamlanma, yəni götürdüyünüz sifarişləri tamamlamalısınız və 70% də minimum qəbuldur. Yəni 10 sifarişdən 7-sini minimum qəbul eləməlisiniz və qəbul elədiyiniz 10 gedişdən heç olmasa 7-sini yerinə yetirməlisiniz. 7-sini də, yəni belə deyək, tamamlanma o deməkdir. Belə bir də aynı 27-sinə, 28-sinə yenə də davamlı olaraq verib. Demək gəldik Avtoproyekt servisə, yağı dəyişdik. Təxminən Koroğlu tərəfdədir ünvan. Servis vlogunda yəqin ki izləyib görmüsünüz. Və bizi görməzdən gələn Santa Fe'dir. Demək işə davam edirik. Çıxdım servisdən, xəttimi açdım. Artıq ilk sifarişimizi götürdük. Demək, komfortla gedir Mətbuat prospektinə Elmlərə tərəf. Qiymət 10.80. Ödəniş də kartla olacaq. İnşallah gedək, sifarişimizi icra edək. 10.80 ödəniş kartla gətirdi, bitirdi sifarişi. Təxminən Dağüstü Parka tərəf gəldik. Bildiniz də bu arxada Telegülləyə gedən yol. İndi növbəti sifarişimizi aldıq. Demək, gediləcək Ice Pub'a. Yenə də ödəniş kartlandı. Bu sifarişimizi də icra eləyək. Bu da oldu bizdə 3-cü sifariş. Bu sifarişimizi də icra elədik. Qiymət 5.90 ödəniş kartla. Böyük ehtimal ki, heç bunu vurmaq olmayacaq. İşlər belə baxıram doğrudan da zəif imiş və bu ayı mən elə açığı belə də gözləyirəm. Nəinki bu ayı, ümumiyyətlə sentyabra qədər belə çıxır ki, işlər zəif olacaq. Yenə də bu iyul ayın yola vermək olacaq. Avqustdan biləsiniz ki, yəni iş yaxşı olmayacaq taksidə, çox pis olacaq. Ekonom yenə də sudan özün quru çıxaracaqsa, komfortu yaddan çıxarın. Çünki avqust il ömür, istəyir pandemiya olsun, istəyir nə ili olur olsun, havasından, durumundan asılı olmayaraq avqustda iş çox zəif olur. Bu da ki, bugünkü vəziyyətdir. Bu günləri Məhərrəm ayı daxil olub. İndi bəzilərinə görə 27-sindən, bəzilərinə görə 26-sından. Söhbətimiz onda deyil. İndi onu müzakirə eləmirik. Yəni artıq bugündən bu toyların olmaması buna təsir edirdi. Yəni toy biznesi ümumiyyətlə Azərbaycanda bir çox sferalara təsirin qoyur, böyük təsirin qoyurdu. Yəni əməllicə hiss edirsənsə, onlardan biri də elə taksidir. Yəni çünki
tək toya gedib gəlməkdə deyil söhbət. Yəni gün ərzində o ki o mən nə bilim, yəni bərbərə gedən taksi ilə gedir, xanımlar 50-dən yerə gedirlər. Parikmaxıra gedən kim, paltar dayıza gedən kim, dərziyə gedən kim, oradan restorana, buradan oraya, yəni hərəkət olur. Yəni bunların hamısı da taksiyə təsir edir. Yəni toylar olmadıqca işlər belə zəif olacaq. Yenə də yaxşı ki, biraz dəniz sezonudur, yay sezonudur. Cəmaət dənizə gəlib gələcək. Düzdür, əksər hallarda bunlar altı bazar olur, amma konsertlərlə falan biraz kompensasiya olurdu, yəni Məhərrəm ayı Azərbaycanda. Yoxsa bunlar da olmasaydı vəbşə yəni iş tapıb işləyə bilməzdik. Bu arada unuttum sizə deməyi ki, mənim saat 4-də o demişdim ki, videonun əvvəlində turistləri aparacaqdım, restorana qaytaracaqdım təzən otelə. O iş ləğv olundu. Onun əvəzinə indi bir 5-10 dəqiqə bundan qabaq bir aeroport transferi verdilər mənə. Bakı aeroportundan qarşılamadı və müştərini aparacağım Sumqayıta. Qiyməti 35 manat olaraq razılaşdıq. İnşallah 1 saatdan sonra olmalıyım aeroportda. Hətta biraz da tez, ona görə də istiqamət vuracağım. Demək, sifariş yox səviyyəsinə düşdü. Bir 15-20 dəqiqədə olar. İstiqamət vurmuşam, gözləyirəm, amma baxıram ki, gözləməklə deyil. Sifariş yoxdur. Bir müddət gözlədim, gördüm komfortdan səs çıxmır. Açdım ekonomu da. Ekonom da sizə deyim ki, biraz gözlədi, bir 7-8 dəqiqə. Ondan sonra neftçilərə sifariş verir. O da ki, artıq gecə olur. Mən bir neftçilərə girib, neftçilərdən təzədən Koroğluya qayıdıb getmək aeroporta gedişə bilərəm. Saat 19:50-dədir normalda reys, amma reys biraz tez düşür. Bir 15 dəqiqə tez düşür. 19:35-də. Odur ki, yavaş-yavaş tərpəndim. Artıq o 1.1 olan əmsallarda demək olar ki, şəhər mərkəzindən yığışdı. Yəni buralarda olması, Xırdalan falan, bu yalancı bekara şeylərdir. Taksinin demək olar ki, o qara günləri başladı. Bilmirəm, yəni mən bu günləri çıxmışam, bu günləri belədir, yoxsa necə? İndi şərhlərdə özünüz də yazarsınız. Xatırladım ki, bu günlər həftənin 4-cü gündür, iyun ayının 26-sıdır. İndi video bilmirəm, sabah çıxacaq, yoxsa daha sonra çıxacaq. Yazarsınız, görək sizdə necə olub vəziyyət. Demək, müştərini gətirdim, düşürdüm. Sumqayıtda 15 dəqiqədə söhbət 2025-ci ildən gedir. İndi bilməm neçənci əsrdə bizə baxacaqsınız bu videoya. Yəni biləsiniz ki, 2025-ci ildə biz Azərbaycanda hələ də mobil operatorlarla problem yaşayırıq da, yəni hansı dövrdə bilmirəm. Yəni 5G, cəmaət nə bilim, bir dənə telefonla dünyanı idarə eləyir. Nə bilim, ölkələri dağıdır, nələrsə bərpa eləyir. Bizim Baksel gör necə geridə qalıbsa, Allah'ın olsun. Mən ulduz 100 deyəsiyə sığıram ki, mənə SMS gəlmir. Mənim internetim qutarıb, təsəvvür eləyin. Mən ulduz 100 deyəsiyə sığıram ki, baxım nə qədər balansım var. Ona uyğun özümə balansı artırım ki, internet paketi götürüm ki, SMS gəlmir. Balansımı artırıram 15 manat. 15 manatlıq bir dənə paket var idi, məndə endirimə düşən. Onu götürürəm, onun da SMS-i gəlmir ki. Bakselə yığırsan, düz 10-cu dəqiqədə. Həmişə fikir verin, Bakselə yığın indi.
10 dəqiqədən sonra götürür. Yəni bir 90% alırdı. İndi ola bilər təsadüfən sizin zənginizi 1 dəqiqədən sonra götürər. Normalda 10-cu dəqiqəyə yaxın gözlətdirirlər adamı. 10-cu dəqiqədə adamı götürürlər. Nə bilim, belə yəni operatorlar da yetim, əvvəlcədən ona deyirəm, sizə yox, sizin təmsil edildiyiniz şirkətə deyirəm bu sözləri. Nə bilim vallahi. SMS gəlmir. Deyir ki, telefon, burada məndə göstərir ki, telefonunuzda SMS kutusunda lazımsız mesajlar var. O qədər şey, yəni bu boyda yalan ola bilər. Yəni onu, nə bilim, dağdan sənin kimsə zəng vurub desə, ona inandırıcı gələr də. Hə, o da deyər ki, hə bala, ola bilər də düz deyirsən. Mənim telefonumun yaddaşı 3 megabaytdır. 2 megabaytlıq mənə SMS gəlib, telefonum dolub, inanırsan ki, mənim telefonumda boş yer ki. Görün necə cəmaatı dolayıblar. Deyir, SMS kod bizdə yer çoxdur. Deyirəm, neyiniyim? Deyir ki, lazımsız mesajları təmizləyin. Deyirəm, mən də bunu qulaq asıram. Mən bu avtoqabılı niyə söndürməmişəm? Mənim masazırda nə işim var, ay Allah. Nəsə, sən gedəsi olmadın. Hə. Mesajlar silin, deyirəm, hə. Deyir, ondan sonra telefonu söndürün, 15-20 saniyəli yandırın. Deyirəm, hə, yaxşı. Əslən, adboy verəndən sonra mesajlar ard-arda mənə hamısı gəlir. Yəni, bu qədər Baksel gerdə qalıb. 2025-ci il. Nə bilim, Tesla şirkəti peyk göndərib, evvə modem qoyursan, o modemlə onu qoşulursan, Allah qurban olun, Baksel buradan bura, mən Bakselin olduğu vətənindəyəm, Baksel Azərbaycan şirkətidir, mən buradan bura ki, Baksellə problemi yaşayıramsa, yerə soxum onun şirkətində, yəni belə şirkət nəyə lazımdır, ancaq onun bunun cibinə girsinlər, necə eləsinlər ki, adam başı bir 10 qəpik cəmatdan qopartsınlar, yəni iş güc budur, yəni bu maşallah üçü də Azərbaycanda yerin elə tutub ki, yəni 4-cü şirkətin gəlməsinin heç bir mənası yoxdur. Əlində bu 3 nəfər necə istəyir fırladır cəmatı. Nəsə, lənət şeytana qaydaq taksi bloquna. Prosta yəni seçim qarşısında qalmışsınızsa Baksel heç vaxt seçməyin. Demək, sifariş gəldi. Ərazidə 1.7-yə kimi əmsal var idi. Açıq 1-2 dənə sifariş gəldi. Biri Komsomolskiyə idi, götürmədim, 16 manat. Biri də elə bayaqları masazıra gəldi, gördünüz. Onu da imtina elədim. İndi bir sifariş verdi Xırdalana. Yəni burada mən reytingimi öldürməkdənsə elə şey eləmək yaxşıdır. Sıx bir dəfəlik kapotda otur, elə daha yaxşı görəcəksən kapotun qabağını. İçəridə oturub başı patolka qoyma. Ya axmaq yerlərə verəcək sifarişləri, birin atqaz elə, birin xahiş elə atqaz eləsin. Olmayan reytingimizdə düşəcək aşağı. Ondan sonra elə gedək Xırdalana. Tubaku tarifini ancaq aktiv eləmişdim. Qiymət 8 manat 76 qəpik yazmışdı, yoxsa nəsə belə bir şey yazıb. Nəsə gedək sifarişi icra eləyək Xırdalan, oradan da qaydarıq şəhərə. Baksel mənim, bu dəfə Baksel mənim əsəblərim çoradı. Vallahi yəni nəysə. Gəldik, çıxdıq Xırdalana, qiyməti 8.76, müştəri sağ olsun, 10 manatı dənşədədir. Demək, komfortu yandıraq. Şəhər tərəfdə yüngül əmsal var. Yedi istiqamət fıra şəhərin mərkəzinə. Tutaq ki, Dəniz Mol. Bırax Dəniz Mola.
Komfortla biraz gözləyək, olmasa inşallah ekonomi da açıb üzü şəhər istiqamətində sifariş taparıq. Sifariş hara getdi? Sifarişi qəbul elədim, yazıb Bani Premier Zakaz. Maraqlı. Belə şeylər yəqin ki sizdə də olur. Bu da tam olaraq şəhərin mərkəzində olan sifariş, Otoklub Targovaya. Bunda müştəri imtina elədi, sağ olsun. Bu elbil eyni sifariş idi. Kimdəsə 100% indi 2 müştəri olacaq burada. Oturublar özdə evin içindən vurublar haraya. Sifariş də vura bilmirlər. Nəsə gedək sifarişimizi icra edək. Əsas odur biz gedən istiqamətə gedirlər. Sakit oturub sakit düşsələr Allah candan sağ eləsin. Demək, qədim peşə sahiblərini gətirdi ünvana. Qiymət 5.90 idi. Müştəri 6 manat ödəniş ödədi. Biraz da kod ver. Allah bilsin 5-6 tane qız gəldi oturdu ki sənin maşını var ki ilahi buna mahnıdır, buna maşındır, buna oğlandır. Ya açıqlamasını bilən var bu. Məsələn o tapmazanın mənə neçə ildir bağlı qalıbdı. Yəni polnu kod verib şüşələri aşağı salıb mahnı qoyanda nə olur? Nədir bunun açması? Nədir bunun mənası? Demək istiqamət vurdum üzü evə tərəf. Kartla daha bir sifariş verdi. Crescent Mall'un qabağından. Sifariş açığı əməlli sifariş var şəhərdə 1.2 əmsalından bir neçə dənə sifariş ardarda verdi mənə. Qiymət səhv eləmirəmsə 7 manat neçə qəpik yazıb 1.2 əmsalından gəlib sifariş 7 manat 10 qəpik idi. Heç nə bu sifarişimizi də icra edək. İnşallah gedək evə. Demək 7 manat 10 qəpik də bu. Ödəniş yenə də kartla oldu. Gəldik çıxdıq Startın yanına, Neftçilər metrosuna. Çox qəribə bir mənzərə idi, bilmədim. Aşağıda toylar var idi. Burada yuxarıda məsciddə Məhərrəm ayın 1-ci günün yad olunur. Gördüyünüz kimi əmsal var, iş var. Təxminən fikrimcə saat 1-ə kimi də bu iş olacaq. Bu cəmaət əməlli qalıb çöllərdə. Biz isə gedirik evə. Bu da ki qalan qalsın bizim taksi qardaşlar üçün. İndi evə çatana yaxın bu da tam hesablamanı hesablayıb qutarar. Proqramdan baxaraq görə neçə gediş elədik. Gediş sayının məbləğin və əsas da buradan baxmağa lazım olduğu neçə saat işlədik və neçə gediş yapardıq onlara baxarıq. Demək 5 saat 6 dəqiqə ümumi bizim
dünənki gün ərzində onlayn olduğumuz vaxtda bunu hesab eləyək 5 saatdan 6 gediş eləmişik ümumi və qazancı olaraq da bu aylıqlarımdır, görürsünüz 499, 420, 417. Yəni çox az işləyirəm. Yəni bu normalda bunu bir parkın maşını 3 gün ərzində işlədiyim məbləğdə mən onu bir ay ərzində işləyirəm. Gəlin bunu qoyaq. Gündəliyə görək dünənlər nə qədər işləmişik. Ümumi dünənləri 43 manat 56 qəpik. İndi düzdür bunu növbəti irəliləyən dəqiqələrdə tam incələyəcəyik. Gedişlər neçə gediş elədik. Rasxod, prixod. İndi oradan görəcəyik. Belə proqramdan bu qədər. Bu da bizim kilometrajımızdır. Trip A. Burada yeniləmişəm bunu. Şarja keçəndən sonra, yəni hibrid rejimdə sürdüyümdür. Və ümumi kilometrajımız da 204'dür. Bu 204'dən 161'in yəni 43 kilometr şarjla getmişəm. Yanacaq sərfiyyatımız da təxminən 100'ə 4 ilə hesablayacaq 160 kilometre. İzləmədə qalın. İndi bu 2 dənə elədiyim transfer və taksidə işlədiyimizi cəmləyəcəyik. Görək taksidə qazancımız nə qədər oldu və ümumi olaraq da nə qədər işləyə bildik gün ərzində. Demək gəldi videonun əsas hesablama hissəsinə. Görək ki, təxminən biz nə qədər hesablamışıq. Yəni hesablamamız 1 manat plus minus ola bilər. Belə demək yuxarıda gördüyünüz bu 6 dənə gedişdir və məbləğləri də 4.40, 10.80, yəni bir-bir olar sizə göstərmişəm gedişlər hardan hara olub və altda yazdığım 3 dənəsə bəxşişlərdir. Yəni burada birinci gedişdən 60 qəpik qalıb, Sumqayıtdan qaydanda 1.30 qalıb, təxminən də 876, bunu 1.20-də hesablamaq olar. Bir də bu gedişdən 10 qəpik cəmi qalıb. Olan hamısını yazmışam. Kompüterin nəsə ürəyi getdi, özünə gəldi. Belə, demək, ümumi gəlirimiz 43 manat 56 qəpik proqramda da gördüyünüzdür. Və 2 manat da bəxşiş pulu hesablamışam. Və onun üzərinə yanında yazdıqlarım 2 dənə transferdir. Biri ən birinci başladığım, yəni aeroportdan başladım. Adamı qarşıladım. Daha sonra taksiyə başladıq. Və birinci gedişdən sonra getmişdik yağ dəyişməyə. Yağ dəyişmə videosunda siz bu videodan qabaq görmüsünüz. Birinci onu yüklədim. Daha sonra taksi vlogunu. Və sonuncu deyəndə ki, ortada olan bu 8.76'dan qabaq. Yəni sonra daha 2 dənə gediş işlədik. Ortada yenə də Sumqayıta getdik, yadınıza gəlirsə, həmən o 35 manatdır. Bakıdan, aeroportdan Sumqayıta apardım müştərinə, 35 manatda oydu. Bu sonuncu da evə gələndə götürdüyümdür və bu da Xırdalandan Bakıya qaydanda. Belə, 20 bu 35, faizimiz 43 manat 56 qəpikdən 10 manat 50 qəpik, Boltun dediyinə görə. Benzin və amortizasiya xərcləri 162 kilometr hibrid rejimində sürmüşdüm. Yanacaq sərfiyyatını da 4 litrdən götürdüm və bu elədi 6.48 litr və 1 manatda şarja vermişdim. İlk 43 kilometr şarjla gedə bildim. Bu da aeroport yolu falan getdim deyə biraz tələsdim, biraz kondisioner falan, ona görə 43 kilometr getdi. Ondan çox getdiyi də olub, ondan az getdiyi də olub. Bu sizin sürüş tərzinizdən asılıdır. Belə, bu bizim sərfiyyatımız 10 manat 40 qəpik benzinə vermişəm. Eyni 10 qədər də amortizasiya xərcləri hesablayıram. Onu heç vaxt yaddan çıxartmayın. Amortizasiya xərclərinin içərisində hər şey daxildir. Yəni yağı, nakladkası, təkəri, maşının il-ildən qiymətinin düşməsi falan. Hələ bu minimaldır ki, siz benzin qədər də
amortizasiya xərcləri hesablamalısınız maşına. Yəni benzinə verdim, şirkətə verdim. Bundan da mənim xərclərim qutardı. Xeyr. Yəni bu da sizdən çıxır. Vaxt aşırı. Yəni maşının bütün rasxodları onun içərisindədir. Belə, taksiyə 5 saat 4 dəqiqə yazmışdı, proqramda da gördünüz. 5 saat taksiyə getdi, 3 saatda şəxsiyə. 1 saat mənim Sumqayıta getməyim, 1 saat birinci transferə, evdən aeroporta, aeroportdan şəhərə getməyim minimum. Və 1 saatda təxminən mənim servisdə vaxtım getdi. Belə, gediş sayımız da 6 gediş, dediyim kimi və yekun qazancımız oldu 68 manat 20 qəpik. Bir gün üçün pis deyil, Allah bərəkət versin, amma taksinin umuduna qalsaydım, yəni 40 manatı maksimum olardı, yəni 40 manatı keçməzdi. Gördüyünüz kimi işlər zəifdir, iş biraz axşam düzəldi, onda da ki, mən evə gələsi oldum. Həm də fikirləşdim ki, yəni bəs eləyir də, 2 dənə transfer eləmişəm, qoy indi işi olmayanlar işləsin. Arada iş yaxşı olanda çalışın, siz də digərlər üçün biraz işi saxlayın. Düzdür, hər an rus sözü üçün, amma bu şəkildə digər həmkarlarınıza kömək ola bilərsiniz. Belə, bu hesablamalarımızdan bu qədər. İstərdim ki, sizə biraz YouTube'un statistikasını da göstərim ki, biraz son zamanlar bu niyə belə eləyir? Baxış sayımız aşağı düşüb 1500'lər civarına gördüyünüz kimi. Və neçə vaxtı video buraxa bilmirəm deyə bu statistika düşüb. Eləcə də podpişiklər, yəni abunə olanlar, abunə sayını çoxaldıq. 10.408'dir abunə sayımız. Heç olmasa il sonuna kimi onun üstünə bir 5000 gələk, çox demirəm, heç 20.000 də istəmirəm. Bilirəm ki, abunə olmur cəmaat. Bu bizim baxış saatlarımız. Belə, əlbəttə ki, gəlirlər də 1 dollar civarına düşüb. Allah sizdən razı olsun. Yəni bunların hamısını mənə qazandıran sizsiniz. Zəhmət olmasa bu videoya maksimum dəstəyinizi göstərin. Bu bizim yağ dəyişmə videosudur. Tam hələ düzəltməmişəm. Yükləmişəm, indi çıxacaq. Bu ayın 27'si çıxır. 2-3 gündən sonra da taksi vloqunu qoymuşam. İndi onu izləmədəsiz. Belə, bu videodan da bu qədər. İnşallah ki, gələn videolarda səslənərik. Özünüzə yaxşı baxın. Sağ olun.